Xaçmaz rayonunun Qadaşoba kəndində anasını qətlə yetirən yeniyetmə ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Məlumata görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 yaşlı Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək. İstintaq materiallarına əsasən yeniyetmə 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı 15 bıçaq zərbəsi ilə qətlə yetirib. Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, bu addımı atmasına səbəb anasının TikTok sosial şəbəkəsində tanımadığı şəxslə səmimi yazışmalarını görməsi olub. Araşdırma zamanı məlum olub ki, yeniyetmə cinayəti törətməzdən əvvəl telefonunda süni intellekt proqramı ilə yazışıb. Onun telefonuna baxış keçirilərkən anasını öldürməyin üsulları, hadisənin hüquqi nəticələri və az cəza almaq üçün istintaqda necə ifadə verməli olduğu barədə suallar verdiyi müəyyən edilib. Hadisə baş verən zaman yeniyetmənin atası və qardaşı evdə olmayıb. Qətli törətdikdən sonra o qonşuluqda yaşayan əmisi gilə gedərək anasını öldürdüyünü bildirib. Məhkəmədə verdiyi ifadədə yeniyetmə əməlindən peşman olduğunu deyib. Məhkəmə prosesində Kifayət Lətifovanın TikTokda yazışdığı iddia olunan şəxs də ifadə verib. O bildirib ki, qadını tanımayıb və mesaj bölməsinə gələn yazışmalara baxmadan sildiyini deyib. Onun sözlərinə görə yalnız bir dəfə cavab olaraq ürək smaylı göndərib və qadının kim olduğunu hadisədən sonra öyrənib. Qeyd edək ki, məhkəmənin hökmünə əsasən Lətifov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.